Bəli, 8-də düzgün cavab B variantıdır. They use poison in their mouths to kill animals. Dillərində olan zəhərlə heyvanları öldürməkdə zəhərdən istifadə edir. Bunun təsdiqi mətndə they have poison in their mouths that can kill animals they hunt. Bu hissə təsdiqidir. 9-cu suala baxırıq. Komodo dragons. 9-cu sualın düzgün cavabı B variantıdır. They have a sense of smell in their tongues. Bu sualın cavabı, diqqət etsək, bu sualın cavabını mətndən tapaq. They use their tongue instead of their nose to smell. Qoxu onların burnu əvəzi dilindən istifadə edir. Bəli, düzgün cavab 9-da B-dir. 10-cu suala baxırıq. 10-cu sualda bizdə səhv fikri istəyir. Düzgün variant B variantıdır. Deyir, əjdahalar İndoneziyadan gəlmişdir. Amma burada deyir, came from Australia. Avstraliyadan gəlmişdir. Ərazi səhv verilib. Bəli, B-dir cavab. 11-ci sual mətn nə haqqındadır və bu sualın cavabı çox vaxt bir-ikinci cümlə ilə bağlı olur. Baxaq ki, birinci cümlədə Komodo dragons are one of the largest animals on the earth. Yer kürəsində ən böyük heyvanlardan biridir əjdahalar. İnanılırdı ki, onlar Avstraliyadan İndoneziyaya gəlmiş yeni əjdahalar haqqında məlumatdır. One of the biggest animals, ən böyük heyvanlardan biri. Düzgün cavab D variantıdır. 12-ci suala mən izahını deyəcəm, əziz şagirdlər, izləyicilər, burada tam düşməmişdir. Belə ki, 12-ci sualın düzgün cavabı 1-4-dür. Deyəcəm niyə? Məsələn, burada 2 səhvdir. Niyə? Dragons are very friendly hissəsi var. Burada friendly, mehriban deyildir. Bu friendly sözünə görə səhvdir. 3 niyə səhvdir? All Indonesian islands, bütün İndoneziya adaları bu parka daxil deyil. Bu cümlədə qeyd olunur ki, include several islands, müxtəlif adalar, amma bütün olduğu deyilmir. All-la several fərqlidir. Ona görə 3. Bax, bu sözə görə səhvdir. 4 də eynən düzgün cavabdır. Düzgün cavabımız 1-4 olacaq. Bu qədər. Kanala abunə olmağı, videonu like etməyi unutmayın. Hamınızı uğurlar.